Salam dostlar. Deməli bugün sizə göstərəcəm ki, əgər siz reklamı öz saytınıza vermək istəyirsinizsə, Instagram və Facebookda, bu zaman reklam necə quraşdırılmalıdır? Mən rus dilindən istifadə edirəm. Əgər siz fərqli dildə istifadə edirsinizsə, müvafiq addımları ata bilərsiniz. Deməli, Sazdat, trafik kampaniyanı yaradırıq. Keçirik burada elanlar qrupuna. Burada biz seçirik sayt birincini. Düşürük aşağı, burada büdcəni yazırıq, auditoriyanı seçirik, placement'i seçirik, keçirik irəli. Burada səhifədən bir postu seçirik reklam eləmək istədiyimiz və ya başqa bir reklam yaradırıq. Və burada aşağıda bu gördüyünüz yerdə öz saytımızı yazırıq. Məsələn, digitalpro.az. Və reklamımız bizim bu cür görünəcək. Podrobni, yəni ətraflı. Bu düyməyə basanda birbaşa reklamdan keçəcək bizim saytımıza. Paylaşırıq, yoxlamadan sonra gedir reklama.